Biri noy nə deməkdir? Noy barədə sual cavab almaq istəyir biri. Noy nə Necə? demək? Noy. Turba mənasında olan noydan söhbət gedir. Bu noy sözü yazdılar ki, Türkiyədə bizdə ona kiçik su deyirlər. Noy sözünə. Noy turba mənasına gəlir. Bəli. Qaj deyirik, axıntı deyirik. Həmin o noy sözü bizim dilimizdə çim deyilir, çimmək. O çimin sonundakı ma hissəsi bizim dilimizdə, yəni fikir versən, yəni bayaq dedim iki səsli söz birləşir. Ma hissəsi məsəl üçün Hami-Sami dillərində məsəl üçün nehir formasında, su formasında işlənir. Amma bizdə məsəl üçün ma hissəsi çimin sonunda var. Bizim dilimizdə əsas su və bu kökündən su sözləri daha çoxdur, daha çox. Amma bir çox şey də var. Bunlardan biri də həmin o dediyimiz noy sözüdür. O yumaq sözü deyirik ya, yumaq. O yumaq sözünün yun sözünün tərsidir noy. Ona da yəni bəzən boru, xırda boru. Qardaş bayaq dedi, məsəl üçün santexnika nə edə bilərik? Məsəl üçün noy eləyə bilərsən, noy kökündən. Misal. Bunu aslında mən bilirəm, bu hardan yaranmasını mən bilirəm. Yəni bunu bir istəyərdim ki, yəni bu sənətin adı, yəni bu belədir. Hətta bu sallajlıqdır, dulusçuluqdur. Yəni bu illərdən yaranmış bir addır. Yəni bunlar necə nə vaxtdan yaranıbsa, bu da həmin illərdən, həmin tarixlərdən yaranmış bir addır. Bu sənətin adı lüləkeşlikdir. Lülə o bilirsən də, yəni boru mənasında ola bilər. Bu sənətin adı lüləkeşlikdir. Mən istəyərdim ki,